də var məndə məsələn olur bu 3-4 olur. Artıq dediyimiz kimi 20-25 yaşdansa daha çox hiss olunur. Amma yenə deyirəm bu dəqiqə həyəcan təbliğ çalası bir şey. İnsanları bundan manipulə edib, sabah təbii ki bundan bir il sonra görəcək çıxacaq zərərsiz testosteronlar belə. Yəni bu düzgün deyil. Bir də bir şey qeyd edim. Testosteron bodybuilder üçün yəni istehsal olunan bir preparat deyil ki. Yəni bu tipdə istifadə olunmaq üçün bu yəni çıxıb. Sadəcə bu sui istifadə sayılır bu. Yəni onun gündəlik deyəndə o qədər yəni androlojik problemi olan insanlar var, xəstəliyi olanlar var. Yəni bunlara bu hormon terapiya olunur və faydaları da görülür. Bayaq o sualı mən aradığına görə verim. Nə qədər, baxır nə qədər. Yəni bu bir kişi yəni xəyaların normal bir həftə ərzində sintez elədiyi qədər buna testosteron vurulur. Amma bir bodybuilder əzələ inşaat üçün o miyostatını basqılamaq, o kütlələrə çıxmaq üçün bir insanın bir ayda sintezləyə biləcəyini bir injeksiyada vurur. Fərq burdadır. Amma bir dənə də məqam var da, cavan uşaqların bir çoxu cinsi uğursuzluqdan qorxub psixoloji olan seksual problemini məhz hormon terapiya ilə da axtarır. Təəssüf ki, burada maarifləndirmə çox önəmlidir. Bizdə burada təhsil sistemimizi mən nə isə qınamaq kimi çıxmasın.